Beytul Məmur nədir? O elə bir evdir ki, ora hər gün 70.000 mələk daxil olar və orada ibadət edirlər, həmçinin eləyərlər və ondan sonra o evdən çıxarlar və bir daha o evə qayıtmazlar. Hər gün 70.000 mələk, təsəvvür edin. Və həmin o 70.000 mələk çıxdıqdan sonra bir daha o evə daxil olmazlar. Ta qiyamətə qədər. Yəni, Allah-u Teala 7 qat səmanı, yeri xəlq etdiyi gündən ta qiyamətə qədər hər gün 70.000 mələk o evə daxil olur və o evdən çıxdıqları zaman bir daha o evə qayıtmırlar və növbəti gün başqa bir 70.000 mələk o evə daxil olur. Təsəvvür edin, əgər indi siz mələklərin sayını istəyirsinizsə, dünya xəlq ediləndən bəri günümüzə qədər olan günlərin sayını 70.000-ə vurun. Və bununla da bitmir. Hətta qiyamətə qədər bu davam edəcəkdir. Həqiqətən də mələklərin sayı həddən artıq çoxdur və insan ağlı bunu dərk edə bilməz. Necə ki, bu barədə də Uca Allah Eləməz Müddəssir surəsində buyurur ki, Lə ya'ləmu cunudə rabbikə illəhu. Rəbbinin ordusunu, yəni mələklərin sayını yalnız o bilər. Yalnız Allah bilər.